Salam aleykum və rahmetullahi və barakatuhu, əziz kanalımızın izləyiciləri. Bir də görürsünüz ki, suallar verirlər ki, tez-tez sual verirlər ki, biz qoyun seçərkən, damazlıq qoyun seçərkən necə seçməliyik, yardım edərdiniz. Biz necə bilək ki, bu qoyun damazlığa yarayır və yaxud yaramır. İlk öncə, birinci növbədə sağlamlığına diqqət yetirməlisiniz ki, heyvan sağlam olmalıdır. Bu bir. İkinci növbədə mən məsləhət görərdim ki, 3 aylıq, 4 aylıq quzuları damazlıq almayasınız. Çünki niyə görə deyirəm? Sizi vizual olaraq aldadıcı ola bilər. Sizə elə gələ bilər ki, məsəl üçün quzu iri görsənir, amma o proses, belə deyim, dayana bilər. O proses 5 ayında, 6 ayında düzdür, baxırsan ki, 4 aylığında da quzular özünü göstərir. Amma yenə də nə qədər olsa, mən deyərdim 5 aylıqdan tez məsləhət görməzdim, yəni damazlıq almağa. Yəni söhbət quzulardan, toğulardan gedirsə. Amma fərqi yoxdur burada. İstər qoç olsun, istər qoyun olsun. Hər iki heyvana diqqət yetirməlisiniz ki, iri olsunlar. Xüsusən qoçlarda diqqət yetirin ki, sinələri açıq olsun, sinə, belə deyim sizə, enli sinəli olsun, hündür olsun, belə, yəni qoç hündür olsun, ən azından qoyundan fərqlənməlidir qoç. Sonra nəyə diqqət yetirməlisiniz? Quyruğunda əyrilik olmamalıdır, üzr istəyirəm, xayasına diqqət yetirməlisiniz, bu önəmlidir. Mən həmişə bunu vurğulayıram ki, həmişə bu tövsiyələr verirəm ki, damazlıq alarkən diqqət yetirin. Ümumiyyətlə, fərqi yoxdur. Yəni, heyvan alanda etibarlı yerlərdən alın. Baxırsınız ki, bəziləri yalandan da and, iman eləyir və s. Yəni, elə şeylərə aldanmayın. Yəni, çünki o qədər yalandan and içənlər var. Malını sıramaq üçün yalandan and içirlər. Və ona görə belə şeylərə diqqət yetirin. Yenə təkrar olmasın, qan analizi verin, yeri gələndə yoxlayın. Çünki bu heyvanı siz aparırsınız, sürüyə salacaqsınız. Allah qorusun, bircə dənə heyvan elə bruselyoz xəstəliyi, yəni infeksiyon xəstəliyin oldu, bütün heyvanlara keçirdəcək. Ona görə elə şeylərdə diqqətli olun. Mən daimi həmişə vurğulayıram, amma yenə də baxıram ki, bəziləri şikayətlənir ki, getdiyi heyvan aldıq, gəldiyi saldıq, heyvanlarda bala salma oldu və s. kimi problemlərlə üzləşirlər. Çünki bizim kanalımıza baxmırlar, önəm vermirlər, diqqət yetirmirlər. Belə qulaq ardı vurub, yəni belə çıxmasın, əlini belə edib, gedib öz bildiklərini eləyirlər, axırda da belə problemlərlə qarşılaşırlar. Ona görə belə problemlərlə qarşılaşmamaq üçün bizim kanaldan yaralanın, bizim məsləhətlərimizə qulaq asın ki, sabahları ən azından deyəsiniz ki, Allah ramindən razı olsun, yəni mənə bu yetərlidir. Və gərək damazlıq qoyunlara, yenə də deyirəm, burada əgər söhbət çəkidən gedirsə, iri quzulardan söhbət gedirsə, hər iki önəm faktor daşıyır. Yəni, istər dişi olsun, istər qoç olsun. İkisi də iri olsa, əlbəttə ki, quzu özü də iri olacaq. Bu faktorlara yəni, nəzərə alın və əlbəttə ki, məsəl üçün, yenə də deyirəm, sortlardan asılıdır. Baxın, hansı sortlardan siz saxlamaq istəyirsiniz. Bilirsiniz ki, yəni, iri quzu istəyirsinizsə, iri sortlara üstünlük verirsiniz. Yox, siz deyəsiniz ki, mənim quzularım, məsəl üçün, mənə kifayətlənir 12-13 kilo quzu, mənə kifayətlənir, bu satışı edirəm, mənə bu sərf edir. Onda siz, yəni, iri sortlara üstünlük ehtiyac yoxdur verməyə. Yenə də, o baxır sizin istəyinizə, sizin istiqamətinizə. Yəni, dediyim kimi, damazlıq heyvanlara, yəni, qoç həmişə fərqlənməlidir. Mən yenə də deyirəm, diqqət yetirin bu nüanslara. Yəni, yaxşı olar ki, qoçluq ən azı 10 aylıq, 11 aylıq, yəni qoç alasınız, artıq gətirəsiniz, yəni sürüvüzə. Yoxsa mən bunun, yenə də deyirəm, bunun tərəfdarı deyirəm, yəni 4 aylıq, 3 aylıq quzu alıb aparırsınız, çox olub belə, həqiqətən çox olub belə. Aparıblar 3-4 aylıq quzu, vizual xoşlarına gəlib, baxıb görürsən ki, quzu yanır. Yetərli qədər, məsələn, 3 ay qədər yaxşı özünü göstərir, ana südü ilə bəslənir. 4 ay, 3 ay çatanda deyirsən ki, əladır. Hələ ki, 3-4 aydan anadan ayrılırsınız. Mən həmişə deyirəm, yəni, damazlıq quzu. Ən azı, yəni 5 ay ana südü içməlidir. Yəni, damazlıq saxlayasınızsa. Mən hətta onun tərəfdarıyam ki, damazlıq, xüsusən özünüzə saxladığınız quzuları və yaxud satdıq adı ilə məsələn, damazlıq satasınızsa, qoyun quzunu ayırmayana kimi quzunu ayırmayın.
Yox, ətli istiqaməti isə o heç. Yəni 4 aylıqda, 3 aylıqda da ayırıb bordağa vura bilərsiniz. Amma damazlıq artıq bilirsiniz ki, yəni damazlıq quzu yetərin qədər anadan yaralanmalıdır və süd içməlidir. Ona görə bax bu nüanslara diqqət yetirin. Bu yenə deyirəm, kanalımızda bu mövzularla bağlı çoxdur. Sadəcə indi damazlıqdan söhbət getdi. Damazlıq alarkən nələrə diqqət yetirməlisiniz? Yəni dediyim kimi qoç iri olmalıdır. Sinəsi hündür olmalıdır, açıq olmalıdır sinəsi, diqqət yetirin. Boyu hündür olmalıdır. Quyruğunda əyrilik olmamalıdır. Xəyalarına fikir verin, biri aşağı, biri yuxarı olmamalıdır, dolu olmalıdır. Bu kimi şeylərə diqqət yetirsəz, inşallah təsərrüfatınızda da xeyir görərsiniz. Buyurun, kimin nə sualı olsa kommentdə yaza bilər. Allah hər kəsin malına bərəkət versin. Mən baxıram ki, görürəm ki, bizim kanala baxanlar çoxdur. Amma abunə olmurlar maalesef. Mən baş açmıram belə insanlardan. Əgər kanaldan faydalanırsa, abunə ol ki, növbəti videoda çıxanda yaralana biləsən. Siz də belə bir dəstək ola bilərsiniz bizim kanalımıza. Yəni dəstək olun ki, bizdə də motivasiya olsun ki, yəni sizə belə tövsiyələr, məsləhətlər bacardığımız qədər bildiyimizdən sizlə paylaşaq, bölüşək. Paylaşın, kanalımızdan paylaşın. İndi bilmirəm kimin xoşuna gəldi. Like qoyun, xoşuna gəlməyən dislike qoya bilər. Yenə də baxır sizin. Yəni bizim yenə də deyirəm, bizim işimiz maarifləndirməkdir ki, insanlar düzgün istiqamətdə olsun və xeyir görsünlər. Salam aleykum və rəhmətullah və barakatuh.